Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Açıq söhbət analitik informasiya proqramının növbəti buraxılış efirdədir. Bugün biz Rusiya-Azərbaycan münasibətlərindən, eləcə də Avropa Şurasının Azərbaycana qarşı hər zaman olduğu kimi qərəzli ikili standartlarından, eləcə də USAID təşkilatının qərəzli kampaniyalarından danışacağıq. Təbii ki, bununla bağlı studiyamızın qonağı var. Qonağımız Milli Məclisin deputatı Azay Quliyevdir. Azay mənim xoş gördük sizi. Azay mənim, bildiyiniz kimi Rusiya-Azərbaycan arasında münasibətdə bir qədər gərgin hal alıb. Bu da məlum hadisələrlə bağlı, Azala məxsus təyyarənin vurulması ilə bağlı belə bir hal ortaya çıxdı, vəziyyət gərginləşdi. Sizcə bu proseslər nə vaxta kimi bu vəziyyətdə qalacaq və çıxış yolunu siz bu proseslərdə nədə görürsünüz? Təşəkkür edirəm Cəməm, dəvət etdiyinizə görə bugünkü studiyanıza. Əlbəttə, biz bu barədə son 2 ay yaxındır ki, müxtəlif mətbuat vasitələri ilə fikirlərimizi bildiririk. Bu barədə dövlətin də fikri və yanaşması aydındır. Və bir məsələ hamı üçün aydın olmalıdır ki, bugünkü vəziyyətin yaranmasında Azərbaycan heç bir məsuliyyəti yoxdur. Sadəcə ona görə ki, məhz dekabrın 25-indəki, keçən dekabrın 25-indəki bizim təyyarə qəzası baş verdi və bizim təyyarəyə qarşı açıq-aşkar ki, Rusiya tərəfindən belə deyək, hücumu edildi. Təbii ki, biz bunu başa düşürük ki, orada Ukraynanın dronlarının neytrallaşdırılması üçün müəyyən əməliyyatlar aparılıb, amma buna baxmayaraq, hadisələr də sonra göstərdi ki, aparılan əməliyyatlar çox qeyri-peşəkar aparılıbdır. Ən azı ona görə ki, Azərbaycan təyyarəsi vurulandan 8 dəqiqə sonra Rusiyanın Grozn üzərində hava məkanı bağlanıbdır. Azərbaycanın deməli, ekipajına, təyyarə deməli, pilotlarına bu barədə məlumat verilməyibdir. Və nəticədə Azərbaycanın təyyarəsinə açıq şəkildə 2 dəfə atəş açılıbdır və hətta biz bilirik hansı növ raketdən vurulubdur. Və bundan sonra bizim təyyarə qəzaya vurulubdur və bütün naviqasiya sistemi, GPS sistemi deməli, sıradan çıxıb. Bütün faktlar da ortadaydı. Bütün faktlar ortadadır. Açığı deyim ki, çox təəccüb edici bir haldır ki, bütün bu real faktlar ortada ola-ola Rusiya sivil qaydada məsələlərə yanaşıb. Azərbaycanla indiyə qədər imzaladığı sənədlərin, müttəfiqlik, dostluq haqqında sənədlərin ruhuna uyğun olaraq, yaxud da bir normal bir, sivil bir qaydada bu məsələlərə yanaşmadı. Düzdür, Rusiyanın prezidenti, cənab prezidentə cənab olaraq məsələnlə bağlı ücə xalqı istədi, amma sonraki... Amma detallı şəkildə deyil. Bəli, sonraki addımlarda nə istəyirdi? Biz deyirdik ki, siz məsuliyyəti üzərinizə götürün, etiraf edin ki, bu vurulub və artıq heç kimdə şübhədə olmuyor. Qazaxıstanın son açıqladığı ilkin hesabatda da bu fakt özünü göstərir. Yəni, xarici müdaxilələrə səbəb olan şeylər də var idi, yəni nöqtələr də var idi. Bəli, vurulubdur, Panser bir raketi ilə vurulubdur və orada hətta o vurulan raketin qalıqları fraqmentləri çıxarılıbdır. Yəni, bunu ekspertizə sübut edibdir. Qara qutu məsələn, hətta Braziliyaya göndərildi. Bəli, qara qutu Braziliyaya göndərildi, orada komissiya fəaliyyət göstərir. O cümlədən Azərbaycan, Qazaxıstan və Rusiyanın nümayəndənin iştirak etdiyi komissiya var. Yəni, faktlar o qədər ortalıqda açıq və net olaraq var ki, bunları isə təksib edə bilməzsə. Amma neynədir? Rusiya təəssüf olsun ki, təksib siyasətli taktikasını həyata keçirməyə başladı və hətta özünün media resurslarından istifadə edərək Azərbaycana qarşı kampaniya başladı, Qarayaxman kampaniyası başladı və bunu güya ki, pilotların günahı olduğunu əvvəl deyirlər, nə bilim, quş sürüsü gəlib dəyibdir, nə bilim, oksigen balı. Müxtəlif versiyalar yansıdır. Yəni, mənim deməm budur ki, bizim tamaşaçılar bundan yaxşı bilirlər, çox detallara getmək istəmirəm. Bütün bunların səbəbkarı Rusiyadır, Azərbaycan deyildir. Azərbaycan ümumiyyətlə heç kimlə, o cümlədən qonşuları ilə münasibətdən korlanmasını heç vaxt istəmir, indi də istəmir. O başqa məsələ ki, kim ki Azərbaycanın maraqlarını necə almırsa, kimsə Azərbaycana qarşı hörmətli edirsə, kimsə Azərbaycanın bütün bu legitim tələblərini görməzdən gəlirsə, ona da adekvat cavab verilir və veriləcək. Bu istəyir Rusiya olsun, bu istəyir Amerika Birləşmiş Ştatları olsun, bu istəyir Fransa olsun. Dünyada elə bir ölkə yoxdur ki, nə bilim, gücündən, onun atom bombasına malik olub olmamasına, iqtisadiyyatının həcmindən asılı olmayaraq, Azərbaycanla bu qədər, necə deyərlər, hörmətsiz yaxud da istədiyi kimi davrana bilməz. Bunu tarix sübut edir. Necə ki, Azərbaycan regionda söz sahibidir. Bu təkcə indiki məsələ deyil bu. 10 illər boyu, uzun dövrdən bu yana cənab prezident apardığı siyasət nəticəsində biz bunu şahid olmuşuq. Ona görə də biz indiki halda çıxış yolunu siz soruşursunuz. Çıxış yolu çox sadədir. Çox sadədir. Rusiya Azərbaycan tələblərini qəbul etməlidir və icra etməlidir. Kompensasiya ödəməlidir.
həm zərər çəkənlərə, həm həlak olunan ailələrinə, həm Azərbaycanın dəymiş ziyan, həminki o təyyarənin vurulmasına bağlı ödənilməlidir və bu cinayəti törədənlər adları da məlumdur, rütbələri də məlumdur, atəşlərini kim veribdir, atəşi kim açıbdır, onu cəzalandırılmalıdır. O qədər sadə bir bunun həlli yolu var ki, bu olandan sonra Azərbaycan nə istəyir? Azərbaycan gedib Rusiya ilə sonuna qədər mübarizə aparıb, yaxud onu... Sadəcə məsələyə aydınlıq gətirilməsini tələb edir. Yox, bunu olmalıdır. Bu istənilən hüquqi dövlətlərin, istənilən bir haqq, ədalət. Amma bu olmasa Azərbaycan elan etdi. Biz Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib, haqqı, ədaləti beynəlxalq məhkəmələr vasitəsilə əldə edəcək. Bunun başqa üçüncü, necə də ikinci başqa bir alternativ yoxdur. Ona görə də biz hələ də düşünürük ki, gec deyil, yəni məsələlər tam olaraq, o körpülər tam yanmamış, məsələlər tam o necə deyərlər, əndazəsindən çıxmamış. Mənə belə ki, bu məsələ gec-tez həll olunmalıdır. Biz istərdik ki, bu, belə deyirəm, iki tərəfli qaydada, tezliklə və sivil formada həll olunsun. Ümumiyyətlə, Azəm, Rusiyanın bu davranışlarının kökündə nələr dayanır? Ümumiyyətlə, nəyə nail olmaq istəyir? Niyə inatkarlıq eləyir? Bu inatkarlıqla başlıca tələbi, istəyi nədən ibarətdir? Buna da toxunaq. Rusiya iki səbəbdən bu cür davranır. Birinci, Rusiyanın o imperialist keçmişi, ətraf ölkələrə, xüsusilə keçmiş, belə deyək, bu müttəfiq ölkələrə həmişə təsir olsun ki, yuxarıdan aşağı baxmaq bir yanaşması var. Və bu imkan vermir ki, Rusiya öz qonşuları ilə, ətraf ölkələri ilə daha normal, bərabər hüquqlu prinsiplər əsasında münasibətlərini qursun. Mən isə bilirəm ki, Rusiya bu, ümumiyyətlə bu cür yanaşmadan, bu imperialist, bu şovinist əhval-ruhiyyəsindən vaz keçməlidir. Çünki bu Rusiyanın özünə də xeyir gətirmir. Bəli, Rusiya indi hər hansı tuta bilər, işğal edə bilər, amma uzaq perspektivdə heç bir halda bu Rusiyaya hər hansı bir üstünlük gətirmir və gətirmir. Çünki sən daimi bu düşmən mövqeyində olan bir mühit yarada bilməzsən, sən hər zaman öz qonşularını baskı altında saxlaya bilməzsən. Bu birinci səbəb. İkinci isə Rusiya indiyə qədər alışmayıb ki, məsələn, etdiyi hər hansı bir səhvə görə üzrxahlıq etsin və günahını boynuna alsın. Məsələn, Malayziya 2014-cü ildə Malayziya təyyarəsinin məhz Rusiya tərəfindən vurulması bir real faktdır. Onu o vaxtı məhz Ukraynalıların üzərinə atdı ki, baxmayaq ki, Donbas o vaxtı Rusiyanın sırf effektiv nəzarət altındaydı və Rusiyanın məhz havadan müdafiə deməli, qurğuları tərəfindən vurulmuşdu. Və sonra buna atdı, deməli, Ukraynanın üstünə ki, bunu Ukrayna vurdu, bizlik deyildi. Yəni, bugün bizim Azərbaycan misalında bunu niyə edə bilmir? Çünki faktiki bu Rusiyanın öz ərazisində vurulur. Deyə bilməz ki, burada üçüncü tərəf gəldi burada. Ona görə də bu cür müxtəlif formalarda məsuliyyətdən yayınmaq bir növ onun bir dövlət olaraq mənə belə gəlir ki, şakərinə çevrilibdir. Üçüncü isə bilirsiniz, bugün o müəyyən o dediyim kimi o ego dövlətləri içindəki o ego ki var, məndən başqa digərləri necə deyərlər, önəmli deyil. O prinsiplərdən qaynaqlanır. Amma mən yenə deyirəm, beynəlxalq hüquq normalları nə qədər sarsılsa da, nə qədər ayaqlar altına atılsa da, bugün beynəlxalq hüquqdan, bugün istinad etdiyimiz normalardan başqa bir normalar da yoxdur. Ona görə də bütün beynəlxalq hüquqa qəbul olunmuş konvensiya əsasən Rusiya tam məsuliyyət daşıyır və bu məsuliyyətdə də yenə deyirəm, gec-tez bunu qəbul etmək zorunda qalacaq. Çünki başqa bunun mən variantını görmürəm və bunun başqa həll yolunu görmürəm. Azərbaycan çox səbirlə, çox rahat bir şəkildə, özünə güvənli bir şəkildə öz mövqeyini müdafiə edibdir və bundan sonra edəcəkdir. Elə Azəm, bu günlərdə elə Rusiyanın Azərbaycanda casus şəbəkəsinin olduğu da ortaya çıxdı. Hətta bu şəbəkələrin arasında Çinli məmurların adları da var idi. Bax, istəyərdik elə sizin bu məsələlərə münasibətinizi öyrənək. Bu prosesə necə baxırsınız? Bilirsiniz, Rusiyanın şəbəkəsinin casus şəbəkəsi olması məni təəccübləndirmir. Yəni normal proses kimi. Normal da deyil, sadəcə təəccübləndim. Ona görə ki, Rusiya, biz nəzərə almalıyıq ki, uzun müddət burada oturur. 200 ilə yaxın Rusiyanın bölgədə bir tarixi var və şübhəsiz ki, bu müddət ərzində özünün agentura şəbəkəsinin, casus şəbəkəsinin formalaşdırdı. O başqa məsələ ki, bunların qarşısını almaq üçün artıq Azərbaycan kifayət qədər güclü bir dövlətə çevrilibdir. Yəni, əvvəl bizim açıq deyək, dövlət təhlükəsizlik xidmətində
bir çox belə də uğurlu məsələlərimiz olmuşdu, yaxud da müəyyən məsələlərdə biz özümüzü müdafiə etmək üçün prinsipal addımlarımız olmuşdu, amma indi vəziyyət tamamilə dəyişibdir. Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti orqanları həm kifayət qədər peşəkarlaşıbdır, həm kifayət qədər texniki təsirdən malikdir, müasir texniki təsirdən malikdir. Həm Azərbaycan dövləti kifayət qədər güclənibdir. Xüsusilə müharibədə əldə etdiyimiz möhtəşəm qələbədən sonra artıq Azərbaycanda kifayət qədər bir öz güvən var. Və siz görürsünüz ki, Fransanın olan cəsutlarını biz ifşa edirik. Dəfələrlə. İndi Rusiyanın olub olar. Hətta xaricdə olanlar da Azərbaycan xaricdə olanlar da biz ifşa edib Azərbaycana gətirir və ədalət mühakiməsi qarşısında onun cavab verməsini təmin edirik. Ona görə də bugün bəli məlumat var. Düzdür, bu barədə rəsmi hələ ki bir təsdiq edən bir məsələ yoxdur. Amma məlumat var ki, Rus evinin məhz əməkdaşları məhz bu məsələlərlə daha çox məşğul olmuşdur. Nəinki iki ölkə arasında mədəni yaxud da humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə bağlı. Və biz başa düşürük ki, baxmayaq ki, Venesiya Konvensiyasına əsasən diplomatik nümayəndəliklər də, diplomatik korpusun əməkdaşları da bundan məşğul ola bilməz. O cümlədən bu cür humanitar layihələri də nəzərə alan zaman, yaxud layihələri həyata keçirən zaman Azərbaycan təbii ki, dövlətin əleyhinə, milli maraqların əleyhinə fəaliyyət göstərə bilməzlər. Amma bu hallar təbii ki, indi rəsmi şəkildə araşdırılır. Mən əminəm ki, zamanı gələndə bunlar da üzə çıxacaqdır. Amma istənilən halda, əgər siz Rus evindən bəhs edirsinizsə, Rus evinin bağlanmasının rəsmi səbəbi bəllidir. Bu evin bağlanmasının bəs ətrafında yaranan ajotajlar səbəbi nə idi? İndi mən deyim onu. Yəni birinci biz bilməliyik ki, Azərbaycan hüquqi dövlətdir. Bütün burada fəaliyyət göstərən hər bir qurumlar hüquqa söykənməlidir, qanuna söykənməlidir. Və bəzən isə biz bunu müəyyən səbəblərə görə açıq səmimi deyək. Yəni sual ola bilər ki, indiyə qədər niyə bağlanmırdı? Ona görə indiyə qədər bağlanmırdı ki, biz müəyyən mənada Rusiyanın ikitərəfli münasibətlərdə bu bizim jest elədək ki, etdiyimiz, yaxud da bu bizim ikitərəfli münasibətlərdə müəyyən mənada qarşılıqlı anlaşma baxımından bir atdığımız addım kimi qəbul olunur. Amma bir halda ki, bu jestlər, bu qarşılıqlı münasibətlər iki tərəfli olmayacaqsa, bir tərəfli olacaqsa, niyə biz bunu qalmasına biz gözləyir? Məsələn, bir misal deyim. 2007-ci ildə bilirsiniz ki, Dünya Azərbaycanı Konqresinin Rusiyada fəaliyyəti dayandırıldı və qanuni qeydiyyatdan keçmiş qurum olaraq Ədliyyə Naziri tərəfindən qeydiyyatı ləğv edildi. Baxma ki, o vaxtda biz etirazımızı bildirdik, təəssüfümüzü bildirdik, hər indiyə qədər o məsələ olunmayıbdır. Bugün isə, əgər belə bir hal varsa, onda biz bunun niyə qanunun pozulmasına gözləyilməli? Ona görə də bu məsələlərdə həm də müəyyən bir mənada bir işarədir ki, münasibətlər, yenə deyirəm, dostluq münasibətləri də, bütün qonşuluq münasibətləri də qarşılıqlı olmalıdır. Mənim maraqlarımı sən qorumalısan, mən də sən maraqlarımı. Ona görə də bu kontekstə yanaşmaq lazımdır. O ki, qaldı ətrafında baş verən hadisədə, xüsusilə siz yəqin ki, Rusiyada olan reaksiya nəzərdə tutursunuzsa, bu onlar üçün bəlkə də hesab edirlər ki, bu Azərbaycandır, biz onu bütün bunun tələblərini, yaxud da istəklərini istənilən vaxt ignor edə bilər. Azərbaycan, məsələn, öz prinsipal mövqeyini bu vəziyyət formada bildirə bilməz, amma görürlər ki, yanılırlar. Lazım gəlsə biz bu cür addımlar da ata bilərik və bu yenə deyirəm, biz bu addımlar atarkən qətiyyən kimisə münasibətləri bilərəkdən korlanmasını istəmirik. Amma bizə qarşı hörməti də tələb edirik və bizim qaldığımız tələbləri yerinə yetirilməsini istəyirik. Yoxdursa, mündənə əlimizdə əlbəttə ki, rıçaqlar var ki, biz ondan istifadə edə bilərik. Azam, belə bir məqam da var. Bəzi ekspertlər belə fikir səsləndirib ki, əgər Rusiya prezidenti Vladimir Putin Azərbaycana üzr istəyərsə, vəziyyət səngiyəcək. Siz bu barədə nə düşünürsünüz ümumiyyətlə? Yox, biz Vladimir Putin Azərbaycandan üzrünü gözləməliyik. Yox, artıq üzr istədi. İndi biri bunu müxtəlif yozurlar ki, nə bilim bu üzr o üzrdəndir. Yox, mən hesab edirəm ki, bu məsələdə biraz biz nətər, mən yeri gəlmişik bir haşiyə çıxmışdır, suala çıxmamışdır öncə. Biz həm də onun da fərqindəyik ki, bugün Rusiya-Azərbaycan münasibətlərinin süni şəkildə pozmaq istəyənlər də var. Və bunu çürükləyənlər də var. Biz onu anlayırıq. Biz o qədər naivdə deyilik ki, biz hər bizim haqqımızda deyilən tərifi, yaxud da xoş sözləri elə olduğu kimi qəbul edək. Biz bunu bilirik. Biz ümumiyyətlə hər hansı bir üçüncü tərəfin necə deyə tərixinə heç bir adım da ata bilmirik. Amma o birinci üzr məsələsi ilə bağlı bəli, cənab prezident telefon açdı, üzrxahlıq elədi. Bu artıq bu məsələnin bitmiş sayılır. Biz heç vaxt tələblərimizə qoymamışıq ki, üzrxahlıq eləməlidir. Biz tələbimizə nə qoymuşuq? Bir daha deyirəm. Öz günahını etiraf etmək. Günah nədir? Deməli ki, bəli, Qroznun üzərində
uçan zaman biz yanlış olaraq birinci biz üzr istəməlidir, yəni daha doğrusu etiraf etməliyik ki, biz hava məkanını bağlamadıq, gec bağladıq. 8 dəqiqə sonra bağladıq, vurandan sonra. Axı sən bilirdin ki, artıq orada drone var. Sən dərhal deməliydin, bizə 1 dəqiqə, 2 dəqiqə kifayət idi ki, bizim təyyarənin istiqamətini dəyişək. Bax, bunu niyə etməyib? Bax, bu kovyor əməliyyatı niyə elan olmayıb? Yəni, hava məkanı niyə bağlamayıb? Buna görə cəza olmalıdır. 2. Sən bunu gəldin, gördün ki, bu Ukraynanın, necə deyərlər, o dronları deyil. İndi deyil də güya bunu seçmək çətindir, bəzən vurulur. Yaxşı, bu vuruldu, ateş vuruldu, verildi. Bunu vurdunuz. Bunun cəzası necə olmalıdır? Bunun cəzası verilməlidir. Bunu edənlər cəzalanmalıdır. Bu mütləq şəkildə. Özlə bir şey də unutmayın ki, axı sənin də, Rusiyanın da vətəndaşı burada həlak olubdur. Sayından asılı olmayaraq, Qazaxıstan vətəndaşları da burada həlak olubdur. Hətta sosial şəbəkələrdə azayməmi üzr istəyirəm, yəni o vuranın təltif edilməsi məqamları da var. Təltif edilməsi və ona hansı hərbi hissə vurubdur Çeçenistanın, kim vurduğunun hamısı bilinir. İndi gələk bunun ikinci tərəfinə. Biz nə deyirik? Deyir, sən bu hadisə baş veribdir, bayaq dedim, sən bu ölənlərin, həlak olanların ailələrindən kompensasiya ödə. Bunu niyə dönmüsən? Burada o qan pulu deyilən bir anlayış var xalq dilində. Yaxud da burada zərər çəkənlər var, necə deyərlər, yaralanan var, onlara sən qan pulu, kompensasiya təsir edir. Və nəhayət, mən bilmirəm, neçə milyon dollardır bizim bu Embraer'in qiyməti. Yaxşı, sən bunu vurmuşsan, bu vəziyyətə salmışsan, onun qiymətini kim ödəməlidir? Yəni, bunlar olacağı təqdirdə biz üzrxahlıq falan yox. Bunlar durub deməlidir. Bəli, əlbəttə ki, Rusiyanın prezidenti bu məsələdə dövlət başçısı olaraq birbaşa məsələni həll edə bilər, çox asanlıqla bunlara tapşırıq verə bilər. Düzdür, deyil, gözləyirik ki, hə, bu geniş hesabatın nəticəsi bəlli olsun. Hesabatın nəticəsi bəlli olacaq bir ildən sonra. Bir ilə qədər bu məsələlər belə mi qalmalıdır? Yəni, bu münasibət, bu gərginlik belə mi qalmalıdır? Yaxud da ilkin hesabatda zaten bu verilib də Azərbaycanın əvvəl irəli sürdüyü bütün o məsələlər özəlliğini tapacağına prezident çıxış etdi dəfələrlə. Həm rus dilində danışdı, həm Azərbaycan dilində danışdı, məsələlərə münasibət bildirir. Zaten bizim ilkin verdiyimiz o versiya Qazaxıstanın yaydığı ilkin hesabatı öz əksini tapdı. Yəni də burada heç xüsusi bir komissiyada ehtiyac yoxdur. Burada vizual görüntü var ki, hər şey ortadadır. Təyyarə gövdəsinin o dəlik deşikləri, orada o qara qutunun açımı. Ona görə də burada deyirəm, başqa bir hər hansı bir variant yoxdur ki, biz onu deyək ki, yox, xüsusi bir araşdırma lazımdır, təhqiqat aparmaq lazımdır. Yeniden vuran da bəlli, vurulan da bəlli, aparılan istintaqın nəticəsi də bəlli və hansı raketdə, hansı növ silahdan istifadə edilmişsə o da tam detallı şəkildə bilinir. Burada məsələlərə, mən isə biləm, soyuqqanlı yanaşılmalıydı və məsələni yeniden biz istəmirik ki, bir daha demək istəyirəm ki, bu məsələ bundan sonra gərginləşsin. Əgər bu cür hal davam edərsə, əlbəttə biz yeniden biz münasibətləri beynəlxalq məhkəmədə araşdıracaq və mübahisələndirəcək və əminəm ki, heç kim şübhə etməsin ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan xeyrinə qərar çıxardacaq. Rusiyanı məhz günahkar hesab edəcək və cəzalandırılmasını yaxud da təzminat ödənməsini tələb edəcək. Niyə? Çünki faktlar hər şey deyil. Ortadadır, bəli. Yəni orada Beynəlxalq Ədalət Məhkəməsi üçün xüsusi bir çətinlik, xüsusi bir əziyyət olmayacaq ki, bunu araşdırsın, nə bilim, aylarla, illərlə tədqiqat aparsın. Ona görə də biz istərdik ki, bu məsələ yenidən sivil qaydada özəlliğini tapsın. Elə Azəmən, bəzi məlumatlara görə Moskva və bir çox şəhərlərində Azərbaycanlı miqrantların saxlanılmasından bağlı, deport edilməsindən bağlı, hətta təcridxanaya salınmasından bağlı informasiya yer almaqdadır. Bu barədə siz hansı fikirdəsiniz? Yəni, hadisə təyyarənin vurulmasından sonra baş verdi, yoxsa digər amillər burada önəm kəsb edir? Mən sizə nə demək istəyirəm? Bu cür məsələlərdə təsdiq olmuş məlumatlara məncə daha çox üstünlük vermək lazım. Məndə də bir neçə belə bir məlumat daxil oldu. Sonradan bunu mən araşdırdım. Bəlli oldu ki, məsələn, Azərbaycanın döyülməsi ilə falanla bağlı. Dezinformasiya. Baxdım ki, bu dezinformasiyadır. Sonra Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların deməli təşkilatının da bir açıqlamasında mən rast gəldim ki, bununla bağlı hər hansı bir baskı Azərbaycanlılara xüsusi olaraq seçilərək müəyyən təzyiqdə edilməsi, onların fiziki təzyiqlərə məruz qalması, diskriminasiyaya məruz qalmasından bağlı fakt yoxdur. Fakt yoxdursa, biz də bunu xüsusilə şərh etməyimiz doğru deyil. Əgər fakt varsa, əlbəttə ki, biz bunu birməna şəkildə pisləməli və pisləyəcəyik də. Çünki əgər sən dini yaxud da irqi əsasda kiməsə qarşı xüsusi bir
amansızlıq göstərsənsə, əlbəttə, xüsusilə bu bizim vətəndaşlarımız olacaq təqdirdə biz buna səs çıxarmayacaq. Bilirsiniz ki, Azərbaycan dövləti dünyanın harasında olmasından asılı olmayaraq öz vətəndaşının arxasındadır və onun haqlarını müdafiə etməyi bilir və buna qadirdir. Elə bu yaxınlarda İranda həbs olunan bizim vətəndaşımızın geri qaytarılması məsələsi də bir onu göstərdi ki, Azərbaycan yenə öz vətəndaşlarına qarşı həmişə həssas olub, həssas da olacaqdır. Bu cənab prezidentin 2003-cü ildə verdiyi bir bəyanat vardı ki, mən hər bir Azərbaycanlının prezidenti olacağım və bunu həyatda da öz praktik adımlarına sübut edibdir. Ona görə də bu məsələlərdə biz dəqiq araşdırma aparmalıyıq. Mən yenə o məsələyə qayıdıram ki, ola bilsin ki, kimsə bunu körüklüyür, kimsə yalan məlumatlar verməklə, burada həssas emosional reaksiyalar öyrənməyə çalışır insanlar. Emosional məsələ toxunur, amma emosional məsələ toxunmaq lazımdır. Əgər kimsə Azərbaycanda ictimai rəy öyrənmək istəyirsə, bunun üçün belə bir dezinformasiya ehtiyac yoxdur. Onsuz da biz dəfələrlə demişik, ictimai rəy, ümumi yanaşma ondan ibarətdir ki, dövlətimiz haqlıdır. Və bu məsələ dövlətin biz yanındayıq. Bir nömrə məsələ. Və xüsusilə ümumiyyətlə mən burada bir məsələ deyim ki, Vətən müharibəsindən sonra və Vətən müharibəsi dövründə müharibə ərəfəsindən nə qədər biz dezinformasiyası Azərbaycan yox, mən onu o dezinformasiya həmişə olub olacaq. Yəni Azərbaycan xalqı ilə, Azərbaycan vətəndaşı ilə, Azərbaycan dövləti, Azərbaycan prezidenti arasında elə bir birlik yarandı ki, bu birlik elə bir formada sementləşib ki, bunu heç kim poza bilməz, heç kim bunun dağıda bilməz. İndi də bu var və bu davam edir. Hətta siyasi həmrəyliyin səviyyəsi də bugün Azərbaycanda ən pik səviyyədədir, ən yüksək səviyyədədir. Ona görə də harda ki Azərbaycan milli maraqları söz konusudur və necə deyilir, müzakirə predmetidir. Onda bizim bir mənalı şəkildə mövqeyimiz ondan ibarətdir ki, biz dövlətimizin yanında. Ona görə də əgər vətəndaşlara qarşı da, dövlətə qarşı da, milli maraqlara qarşı da hər hansı bir təhdid olacaqsa, Azərbaycan dövlət olaraq, xalq olaraq, toplum olaraq bir yerdə ona qarşı mübarizə aparacaq. Təbii ki, imkan verməyəcək ki, kimsə bizi hər hansı formada aşağılasın, yəni miqrant qanunu adı altında Azərbaycanlılara həqarət etsinlər, döysünlər, təhqir etsinlər. Təbii ki, buna imkan verilməyəcək. O ki, qaldı qanuna, indi hər bir ölkənin öz qanunu var. Biz ölkənin daxili işlərinə qarşı bilmərik və bizim həmişə yanaşmamız belə olub ki, hər bir ölkədə yaşayan Azərbaycanlılar da yerli qanunlara hörmət etməlidirlər və ona əməl etməlidir. Necə ki, biz tələb etmirik Azərbaycanda olan bütün vətəndaşlar, yaxud da qeyri-vətəndaşlar irqindən, dinindən, cinsindən asılı olaraq qanuna əməl etsinlər. Eyni şeydə təbii ki, başqa ölkələrə tələb edə bilər. Biz buna ancaq hörmətlə yanaşırıq. Bəs yeri gəlmişdən Azərbaycan elə bütün bu vəziyyətlərdə bir növ Qərbin dəstəyindən istifadə edə bilərmi? Nə ilə bağlı? Ümumiyyətlə, həm casus şəbəkələrlə bağlı, adların rəsmiləşdirilməsindən bağlı. Bilirsiniz, bu çox maraqlı bir sualdır. Ümumiyyətlə, mən burada istifadə bir məsələ demək istəyirəm. Vaxt vardı deyirdilər ki, bəzi o, üzr istəyirəm, 5-ci kolonnalar, yaxud da o marginal qruplar ki, müharibə vaxtı. Azərbaycan Rusiyanın təsiri altındadır. Azərbaycan, nə bilim, indi Vətən müharibəsində getdi deyirlər ki, 80% Qarabağı azad etdi, 20% o Xankəndi ala bilməz, Rusiya imkan verməz. Yəni, onlar indi yəqin ki, utanırlar. Bəlkə də utanmırlar, çünki onların utanacaq hissi olsaydı. Bəli, onu heç deməzlər. İndi göstərdi ki, birinci Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan güclü torpaqlarını işğaldan azad etdi, Qarabağda azad etdi, Xankəndində, Xocalında. Gör, nə qədər bunların bütün o yalancı tezliklər suya düşdü. Sonra deyirlər ki, Azərbaycan Rusiya ilə belə asıllığı nə var? İndiki hadisələr göstərdi ki, Azərbaycan ümumiyyətlə heç kimdən asılı deyil. Azərbaycan bizə kimi Azərbaycan nə üzərində? Mən həmişə deyirəm, Azərbaycan nə ilə müttəfiqdir? Azərbaycan milli maraqları ilə müttəfiqdir. Azərbaycan öz milli maraqlarını cənab prezidentin uğuru, gücü ondadır ki, heç kimdən asılı olmayaraq, həm iqtisadi baxımdan, həm siyasi baxımdan, həm təhlükəsizlik baxımdan heç kimdən asılı olmayaraq dövlətin, millətin maraqlarını sona qədər çox böyük ustalıqla, çox böyük diplomatik məharət nümayiş etdirərək, cəsarət və cürət və eyni zamanda iradə nümayiş etdirərək onu həyata keçirir. Bu asan deyil. Ona görə də qərblə bağlı münasibətlərimiz bizim. Əlbəttə ki, gərgin biz dövrü yaşadıq. Bəzən yaşayır. Məsələn, Fransa kimi o, üzr istəyirəm, indi mən çox belə səs ifadə işlətmək istəmirəm. Aslında reallıqları deyirsiniz. Yəni, Fransa kimi, üzr istəyirəm, siyasi riyakar bir ölkənin indi Azərbaycan münasibəti hansı səviyyədədir? Yəni, ən aşağı səviyyədədir. Biz yeri gəlmişkən Fransanın fransız liseyini burada bağlatdıq. Bilirsiniz ki, 10 ildən çox oldu fəaliyyət göstərir. Niyə Fransanın bizə olan münasibətinə görə? Yəqin USAID ilə bağlı sualınız olacaq. USAID bizə də ilk bağlayanlardan biri bizə biz niyə etdik? Yəni, yenə deyirəm, bizə qarşı kim ki bu cür aqressiv münasibət göstərirsə, biz bunu
cavabsız qoya bilmərik. Aşpa ilə bağlı. Aşpa bizə qarşı nə qədər Bəli, hədyanlar yağdırdı. Olmazın qətnaməyəni qəbul etdi. Bizi etnik təmizləmədə, nə bilim, soyqırımda ittiham etdi. Günahlandı. Biz onu niyə deməliyik? Onun nazı ilə oynamalıyıq. Yəni bizim nə qədər ki, yeni deyirəm, bizə qarşı bu cür münasibətlər olur, haqsız biz onun cavabını veririk. O baxımdan deməyim odur ki, biz qərblə əməkdaşlıq etməliyik, etməməliyik. Məsələn, indi Trump hakimiyyətə gələndən sonra biz cənab prezident dəfələrlə bəyanat verdik ki, bizim Trump dövründə, Trumpın birinci prezidentlik dövründə münasibətlərimiz çox yaxşı oldu. Hətta strateji xarakter daşıyıbdı. İki tərəfli münasibətlər qarşılıq maraqla söykənibdi. Amma Biden rejimi dövründə bu belə olmadı və bu dövrəcdə Azərbaycana qarşı nələr etmədilər? 9-7-ci düzəlişi bərpa etdilər. Nə bilim, nə qədər yalandan Azərbaycandan bağlı bəyanatlar verdilər. Ermənistana o qədər dəstək verdilər. Üç tərəfli Brüsseldə keçən aprel ayında format yaratdılar, nə qədər maliyyə yardım etdilər. Buna görə də bizim münasibətlərimiz ABŞ-dan kifayət qədər gərginləşdi. Hətta xatırlayırsınız, o Zəngəzur dəhlizi ilə bağlı onun nümayəndəsi var idi, adı yadımdan çıxdı. Obrayın dəysən, boş-boş bəyanatlar verdi konqresdə. Sonra gəldi, üzü xaltıq elədi və başqa atasöz dedi. Qəfrənlə elələr çox olub. O əməkdaşlıq, bilirsiniz, deyirəm, biz heç kimlə əməkdaşlıq istina etmirik. Bax, Çinlə biz strateji tərəfdaşıq. Avropa İttifaqının cənab prezident o günü Çin televiziyasına verdiyi müsahibəsində dedi. Ondan çox ölkəsi ilə strateji tərəfdaşlığımız var. Biz Rusiya ilə strateji tərəfdaşlıq imzalamışıq. Və qardaş Türkiyədən demirəm, çünki biz Türkiyə ilə bir canla, qanla bağlıyıq. Bizim müttəfiqliyimiz o təbiidir, min illərə söykənir, çünki eyni millətik. Yəni bizim canımız, qanımız eynidir. O baxımdan da əgər doğrudan da bu cür münasibətlər Azərbaycana, yəni münasibətlər müsbətə doğru dəyişərsə, biz mütləq şəkildə hamı ilə əməkdaşlıq necə ki etməkdə maraqlı bundan sonra edəcək. O cümlədən qərb dövlətləri ilə, o cümlədən qərb institutları ilə yetər ki, bizim necə deyirlər, tələblərimizi, bizim milli maraqlarımızı da onlar nəzərə alsınlar. Elə bir qədər əvvəl toxundunuz, Azər müəllim, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli ikili standartlar məsələsinə siz dəfələrlə özünüz də həmən assambleyada çıxışlar etmisiniz, Azərbaycanı müdafiə etmisiniz, Azərbaycan haqq səsini dünyaya çatdırmısınız. Amma görünən tərəf odur ki, Avropa Şurası hələ də öz riyakarlığından, ikili siyasətinə əl çəkmir və bu günün özündə də bunu sərgiləməkdə davam edir. Əsas məqsəd nədir burada? Yəni, nəyə nail olmaq istəyir Avropa Şurası bununla? Yəni, bizim adekvat cavabımız ona qarşı nə olmalıdır ki, bir dəfəlik bu proseslərə son qoyulsun? Çünki dəfələrlə biz bu qərəzli hesabatları görürük onların dilindən. Kiçik bir düzəliş edir. Mən ATƏT Parlament Assambleyasında təmsil olunuram. Aşpada təmsil olunmuram. Amma harada təmsil olmamızdan asılı olmayaraq, əlbəttə ki, biz prosesləri yaxından izləyirik, izləmək məcburiyyətindəyik, çünki işimiz onu tələb edir. Konkret Aşpa ilə bağlı münasibətlər nə vaxt korlanır? Biz Aşpa ümumiyyətlə hər zaman yəni demək olar, bəzən ədaləti, obyektivliyi deməli nümayiş etdiribdir, müdafiə edibdir. Məsələn, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğal edilməsindən bağlı səhv edilməmsə 2005-ci ildə qətnəməsi də vardır. Amma bu son illərdə xüsusilə Azərbaycan öz ərazisini və suverenliğini bərpa etdikdən sonra, vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra və xüsusilə Fransa ilə münasibətlər gərginləşəndən sonra açıq demək lazımdır. Aşpa məhz Fransanın bilavəsi. Çünki həm birinci mənzil qərargahı Fransada yerləşir, ikinci də Fransa birisi Avropa İttifaqında və Avropa Şurasında müəyyən təsir imkanlarına malikdir və təəssüf ki, özünün çirkin maraqlarına məhz həm Avropa İttifaqını yeganəmişə, həm Avropa Parlamentini, həm də məhz Aşpanı deməli, alət etdi. Və bizə qarşı çox kəskin bir mövqelər sərgiləndi. Xüsusilə dediyim kimi qətnamələr 2023-cü ilin oktyabrındakı Azərbaycan güya deməli etnik təmizləməyə məruz qoyubdu və açıq şəkildə onlar dedilər ki, siz nə suverenliğinizi bərpa etmişsiniz yəni. Qarabağdakı olan separatçılar biz göz mü yummalıydıq, yoxsa onların nazı ilə mi oynamalıydıq? Yer gəlmişə mən bir şey deyim, bizim bəzən bu ATP-da da bəzi müzakirələr olur. Xüsusilə İspaniya nümayəndəsi tərəfindən bəzi məsələlər qaldırılmışdır. Mən dedim, yaxşı, siz onu şeydə olan, deməli, Kataloniyada olan separatçıları siz tutursunuz, həbs edirsiniz, haqqında deməli order verirsiniz, hətta İtaliyada həbs edirsiniz. Onlar
pisdilər. Azərbaycandakı olan separatistləri biz tutanda, onlar həbs edəndə deyirsiniz, yox, bunların insan hüquqları məsələləri pozulur, yaxud da məsələ. Yəni bu qədər ikili standart, ikili riyakarlıq var. Ona görə də Azərbaycan mövqeyi mən sizə biləm adekvatdır və Azərbaycan nümayəndə heyəti çox haqlı olaraq keçən ilin, yəni 2024-cü yanvar ayında bizim ki mandatımızla bağlı məsələ qaldırdılar və mübahisələndirməyə çalışdılar. Eyni zamanda bizə qarşı bu qədər, mən deyərdim ki, haqsız, ədalətsiz və çox qərəzli mövqe sərgilədilər. Bunu cavab olaraq Azərbaycan nümayəndə heyəti Aşbada fəaliyyətini dayandırdı və bəyanatda qeyd etdi ki, münasibətlər dəyişməyənə qədər Azərbaycanla olan münasibətlərdə qərəz, haqsızlıq və hücum siyasəti durmayana qədər və Azərbaycanın haqlı mövqeyini olduğu kimi qəbul etməyənə qədər biz əməkdaşlığa getməyəcək və biz münasibətlərimizi, necə deyirlər, bərpa etməyəcək. Ona görə də siz sual verirsiniz ki, bu nədən asılıdır, nə etmək lazımdır? Mənə belə ki, Azərbaycan etdiyini edibdir, ərazi bütövlüyünü bərpa edibdir, sülhünü bərpa edibdir. Bizə qarşı olan iddialardan bundan vaz keçməlidirlər və bizə zəmanət verilməlidir ki, doğrudan Azərbaycan nümayəndə heyətinin fəaliyyəti üçün məhz qaydalara uyğun, Aşbanın öz qəbul etdiyi qaydalara uyğun şərait yaradacaqlar və Azərbaycanın mandatını orada təsdiq edəcək. Ondan sonra biz baxarıq, əgər bu ittihamda götürülərsə, xüsusilə Azərbaycanı etnik təmizləmədə ki, ondan ittiham edirlər, bu ittihamdan ondan vaz keçməlidir. Ondan yanlış olduğunu göstərir. Heç kim orada etnik təmizləmə məruz qalmadı. Ermənilər, mən özüm Qərbi Azərbaycandanam. Mən 88-ci ildə biz ailəmizlə köçüb deportasiya olunanda bizi zorla oradan qovdular, çıxartdılar. Kəlbəcərin boşaldılmasına 9 saat vaxt vermişlər ki, 9 saatda siz buranı boşaldın və ondan sonra, o saatdan sonra da nə qədər adamlarımızı orada qətlə yetirdilər, şəhid etdilər. Amma ermənilər burada günlə, çiçəklə, polislərin sağ olsunlar, onlar böyüklük nümayiş etdirdilər, bəzilərinə su təklif etdilər, bəzilərinə çay təklif etdilər, hətta konfet, şokolad verdilər, hətta müsahibələr alırdı sizin həmkarlarınız. Yaxşı, bu nə tər etnik təmizləmədir, nə tər deportasiyadır, bunlar toyla, bayramla yola sardı. Yəni ona görə də Azərbaycan dövləti ağıllı dövlətdir. Azərbaycan cənab prezidenti siyasəti kifayət qədər ölçülü, biçilmiş və strateji hədəflərə sökülən bir şey. Biz təbii ki, imkan vermədik ki, bu özür istəyirəm, yaramazlar sabah biz nərdəsə ittiham etsinlər. Əgər birinin orada burnu qanasaydı, birinin hənsdə bir təzyiq olsaydı, gör nələr edərdi. Ona görə də Aşbada bu yalanlardan vaz keçməlidir və Azərbaycandan adekvat davranmalıdır. Başqa bizim heç bir elə bu qərəzli təşkilatlar arasında Beynəlxalq İnkişaf Agentliyi USAID-in da fəaliyyəti danılmazdı. Elə Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trump hakimiyyətə gəldikdən sonra elə dərhal həm öz ölkəsinə qarşı, həm də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən USAID-in fəaliyyətinə son qoydu. Və Azərbaycanda da müəyyən təşkilatlar var ki, məhz bu təşkilatın fəaliyyətinə son qoyulandan sonra geri çəkilməyə başladılar. Geri çəkilmə prosesini həyata keçirdilər. Hətta informasiya kimi agentliklər də var idi bununla bağlı. Bəs belə bir sual vermək istəyirəm Azər müəllim. USAID parlamentə necə ayaq açmışdı? Yəni necə gəlib çıxmışdı bu territoriya? Mən sizə deyim də, USAID, yəni USAID təşkilatı ümumiyyətlə bu təşkilatla bağlı bizim dəfələrlə iradlarımız olubdur. 2010-2015-ci illərdə hətta biz qanunvericiliyə dəyişiklik edəndə orada bizim tələbimiz nədən ibarət bilirsiniz, nə idi orada? Qanunvericilikdə çoxlu boşluqlar var idi. USAID kimi təşkilatlar, yaxud NED kimi, NDI kimi, yaxud da Soros kimi təşkilatlar çox asanlıqla həmin boşluqdan istifadə edib öz çirkin niyyətlərini, yaxud nəzərdə tutduğu layihələr həyata keçirdilər. Bu boşluq nədən ibarət idi? Məsələn, biz deyirdik ki, hər bir layihə şəffaf şəkildə həyata keçirilməlidir. Hər bir layihə həyata keçirəndə negativ halda olmamalıdır. Bax, indi bunu Trump deyir. Biz bunu 10-15 il bundan qabaq deyirdik. Biz həmin qanunvericilikdə həmin boşluqları aradan götürdük. Nə necə aradan götürdük? Dedik ki, sən əgər doğrudan da layihə həyata keçirmək istəyirsənsə, birinci növbədə gəlib qeydiyyatda durmalısan. Qeydiyyat üçün də layihə verən zamanda biz bilməliyik ki, bu layihənin məqsədə müvafiqliyi varmı ya yox? Məsələn, mən bir dəfə televizorda demişim, indi burada demək istəyirəm ki, elə layihələr var idi ki, bir deməli, layihə, məsələn, təhsillə, səhiylə bağlı, bir bölgədə 5-6 dəfə təkrar olunurdu. 5-6 ayrı-ayrı USAID-nin maliyyələşdirdiyi, bəli, qurumlar tərəfindən həyata keçirildi. Sual olunur. Bəlkə heç bizə bu rayonda, bu bölgədə heç təhsillə, yaxud tibblə, yaxud da miqrasiya ilə bağlı layihəyə ehtiyac yoxdur. Bəlkə bizə başqa rayonda daha çox ehtiyacımız var. Bax, bunu biz aradan qaldırdıq. Dedik, gəl sən burada qeydiyyatda keç sonra.
İkinci biz deyirdik ki, bu təhlükəsizliyə təhdiddir. İndi Amerika Birləşmiş Ştatlarının prezidenti yaxud da onun xüsusi nümayəndəsi yaxud da o səmərəlilik departamenti rəhbəri Elon Musk deyir ki, bu bizim milli təhlükəsizliyimizə təhdiddir. Artıq etiraflar. Biz onu demişdik bizim təhlükəsizlik. Biz eyni şey, indi Amerika bunu təkrar edir. Biz deyirdik ki, bunlar cinayət törədirlər, korrupsiya ilə məşğullar. İndi yenə dövlət tərəfindən qeyd olunur ki, bunlar cinayətkar bir təşkilatdır və beynəlxalq fırıldaqçı şəbəkə tərəfindən idarə olunur. Yəni deməyim odur ki, biz təbii ki təqdir edirik ki, ABŞ administrasiyası, Trump administrasiyası nəhayət USAID-nin və bu kimi təşkilatların nə qədər qeyri-konstruktiv, nə qədər dağıdıcı mövqedə olduğunu və ölkələrin daxili işlərinə müdaxilə edərək orada inqilablar yaratdığını, yaxud da bu layihələrə vəsait ayırdığını onlar da bilirlər. İndi məlum olub ki, 6000-dən çox jurnalistə bunlar dəstək verir. Sual olunur, 6000 çox jurnalist, biz nə demək dünya çapında? Bu böyük bir jurnalist şəbəkəsidir. Ordusu demək. Həmin o jurnalist şəbəkəsi nədən ibarətdir? Onlar bunu yaradırdılar. İstifadə edirlər lazım gəldi. Maliyyələşdirirdilər və istəmədiyi hansı ki, müstəqil dövlət bəli, siyasət aparır, həmin dövlətin rəhbərliyi haqqında, onun siyasətçilər haqqında qarayaxma kampaniyası başlayır. Məlumatlar əldə edirlər, qarayaxma. Məlumat yox, birinci yalan məlumatı yayırdılar. O məlumat məhz həmin jurnalistlər tərəfindən yayılırdı. Güya ki, doğru bir həqiqət kimi müzakirəyə çıxarılırdı. Yegə Cənab Prezident onların bu, necə deyirlər, kuxnasını, yəni də onun mətbəxinin bütün detallarını açdı. Və ondan sonra başladı bu hadisə olmuş kimi müzakirə etməyə. Yəni, bunu sən axı, nədən bunu edirsən? Çünki, hətta mən sizə bir şey deyim, biz yəqin ondan mətbuat içində xəbərci oldu. Marco Rubio, ABŞ-ın deməli, dövlət katibi də bunu etiraf etdi ki, USAID-nin məhz bu cür qeyri-konstruktiv yaxud da irrasional, yəni qeyri-rasional fəaliyyətin nəticəsindən bir çox ölkələrdə Amerikaya münasibət çox mənfi istiqamətə dəyişibdir. Bir çox ölkələrin ictimaiyyətləri, dövlətləri Amerikadan narazı qalır. Və buna görə ki, sən gəlib burada dövləti işinə qarışırsan və işinə qarışmaqla işin bitmir. Başlayırsan artıq başqa proseslərə. Bəli, hakimiyyət dəyişiklikləri məşğul. Yaxud da canlı bir misal deyək. Bu yaxın bizə bundan da bu sualı yekunlaşdırır, yəqin vaxtımız çox deyil. Baxın, qonşu Gürcüstan. Görün, bizim üçün Gürcüstan çox açar bir ölkədir, strateji bir ölkədir. Gürcüstan nə günə qoydular? Məhz həmin USAID-nin maliyyələşdirdiyi, milyonlarla vəsait verdiyi qeyri-hökumət təşkilatları və media nümayəndələri cəmaatın yanlış istiqamətə yönləndirərək Gürcüstanda seçkilər keçirildi. Öz maraqlarını həyata keçirməyə çalışırlar. Bəli, Gürcüstanda seçkilər keçirildi. Artıq gəldi bu seçkiləri müşahidə apardı. Və mən bu işin içindəyəm, bağlı dəfələrlə mən seçki müşahidə missəsində rəhbəri və iştirakçısı olmuşam. İnanın ki, çox normal bir rəy verdi. Heç bir halda legitimliyi sual altına qoyan, hər hansı bir seçkilərin nə bilim tatal saxtakarlıq keçdiyi haqqında məsələ qaldırılmadı. Ümumiyyətlə ATƏT-in o Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu heç kimi tərəfləmir. Təbii tənqidi fikirləri də deyir. Amma orada qeyd etdi ki, orada vətəndaşlar, seçicilər geniş deməli seçmə hüququ əldə etdilər və seçki kampaniyası bütövlükdə azad və şəffaf şəkildə həyata keçirildi. İndi buna qoyulur bir tərəfi deyirlər, yox, mən səni bəyənmirəm və dövlət hakimiyyətini dəyişməli və hakimiyyət yeni seçkiyə getməlidir və imtina etməli. İndiki Gürcü Arzusu Partiyası hakimiyyətə getməlidir. USAID də məhz bu cür layihələri maliyyələşdirmək üçün vaxtında Gürcüstan, mən sizə səmimi deyirəm, vaxtında Gürcüstan şəffaflıq işini düzgün həyata keçirsəydi, özünün suverenliyinə və siyasi müstəqilliyinə müdaxilələri sıfıra endirsəydi, heç o hərəkət də başlamazdı. Bu qədər o insanların aldatdığı küçələrə tökülməsi prosesi də baş verməzdi. Ona görə mən ona gətirirəm ki, misallı olaraq, Ukraynada baş verən hadisələr, Ukrayna $5 milyard USAID hakimiyyət dəyişikliyinə vəsait ayırdı. İndi Ukrayna ağgülləmə çıxdı. Gürcüstanda bunu etdilər. Laf bilirlər Ermənistanda. Ermənistan kimin layihəsi? Paşinyan, elə sonrasında USAID-in layihəsidir. Onların vasitəsindən gəldi. İndi bizim təbii ki, indi dəfələrlə etiraf eləmiş. Yox, bizim üçün səhifələrdə Paşinyan gəldi. Necə deyərlər, o qədər səhvlər yol verdi ki, biz də ondan çox vaxtında istifadə etdik və torpaqlarımızı işğaldan azad etdik. Belə baxanda bizə bu çox gözəl bir proje oldu. Amma indi bu heç də belə olmur. Ona görə də yekun olaraq demək istəyirəm ki, bu cür təşkilatlar, ümumiyyətlə donorçuluq bilgisi nədir? Donor xaricdən gəlib niyə bizə dəstək verməlidir? Siz düşünürsünüz ki, hər bir dəstəyin verilməsində kimsə bunu ürəkdən verir. Hər bir dəstə, hər bir yardımın arxasında bir maraq var. Çox nadir hallarda bunlar təmanasız olur.
Çox nadir hallarda bunlar hər hansı bir gizli bir gündəliklər olmur. Amma böyük deməli nümunələrdə yaxud da istənilən bu layihələrin həyata keçirilməsi mütləq maraq var. Ona görə də sən gəlib burada layihə həyata keçirən zaman mən sənə deməyirəm bu mənə lazımdır ya yox. O baxımdan USAID-in fəaliyyətinin dayandırılması çox doğru qərardır və əminəm ki, artıq bu bir dalğa gedir, bütün ölkələrdə bu proses gedir və əminəm ki, bunlara görə cavabdehlik daşıyan olacaq. Xüsusilə Samantha Power kimi onun indi başçıları ermənipərəst mövqeyi ilə, birisi ermənidən çox erməni idi bu adam. Bu adam gəlib Qarabağı qanunsuz səfərdə edirdi. Qarabağı separatistlərinə dəstəklər verirdi. Onlar təbii ki, cavab verəcəklər və o ilahi ədalət öz yerini tapacaqdır və biz buna şübhə etmirik və çox sevinici haldır ki, Azərbaycan bunu öncədən görərək addımlarını atdı və öncədən görərək ABŞ-a xəbərdarlıq etdi. Biden rejimi təbii ki, buna qulaq asmırdı. İndi isə Trump hakimiyyəti yaxşı ki, özü belə bir həqiqəti qəbul etdi və yekun rəydə bu oldu ki, USAID kimi təşkilatlara ABŞ-da yer yoxdur. Elə bir qədər əvvəl danışdınız Ermənistan baş naziri Paşinyanın səfər hərəkətlərindən, qeyri-adekvat addımlarından falan. Bu yaxınlarda elə növbəti səfərini yenidən həmişə olduğu kimi Fransa elədi. Yəni bu səfərlər davamlı olub, dəstək almaq xatirinə yenə də yönəlib Fransaya. Bu səfərin pərdəarxası məqamları sizcə nədən ibarətdir? Yəni bu səfər Paşinyan nəyə nail olmaq istəyir? Bilirsiniz, Yenidən yəni müharibə ab-havasını yaratmaq istəyir, yoxsa başqa amillər var burada? Birinci Fransa ilə bağlı bu səfər. Fransa bilirsiniz ki, dəfələrlə özünü ifşa edib, Cənubi Qafqazdan demək olar ki, bir dənə yapışdığı Ermənistanda o da ki, Ermənistan perspektivsiz bir əməkdaşlıqdır və belə bir, mən deyərdim, pərt vəziyyətdə olan Fransanın siyasi establishmenti hər hansı bir adi bir tədbirdən istifadə edərək Ermənistanı dəvət edir və Ermənistan olan xüsusi məhəbbətdən yox. Azərbaycanın müəyyən bir mənada bir əzələ nümayişi göstərmək üçün, baxın, biz Ermənistan burada yaxınıq. Yəni, bugün mən sizə deyim ki, bu da artıq heç bir effekt vermir. Çünki Azərbaycanın gördüyü işlər daha nəticəlidir. Məsələn, Yeni Kaledoniyada, Korsikada olan o beynəlxalq hüquqa zidd olan qanun pozuntularının ifşa olunması dünyada artıq Azərbaycanın, necə deyərlər, bu prosesdə bir öncü rolunu etiraf etdi. Yer gəlmişəm, bu bəzən deyirlər bizim daxili işlərimizə qarışır. Hətta bizdən şikayət elədi. Macron da, Xarici İşlər Naziri də, onun Fransanın daxili işlər naziri də. Əslində baxanda bu daxili işlərinə qarışmaq deyil. Bu beynəlxalq hüquq tərəfindən təsbit olunmuş yeni müstəmləkəçilik siyasətinin ifşasıdır. BMT nizamnaməsi yeni müstəmləkəçilik siyasətini rədd edir və buna son qoyulmasını tələb edir. Azərbaycan bunu etdi və edəcəkdir. Bu məsələn bir tərəf. Birinci onu demək istəyirəm, Fransa amili var. İkinci, bilirsiniz, Paşinyan bugün sülhə hazırlaşmır. Paşinyan verdiyi bəyanatların, sülhlə bağlı verdiyi bəyanatların hamısı mənə belə gəlir ki, qeyri-səmimidir. Bugünkü nöqtəyə gəlib çıxmamızın tək səbəbi, deyək ki, indi müqavilə, sülh müqaviləsi mətnində 17 maddənin 15-i razılaşdırılıbdır. Bu müqavilə, bu 15 maddənin razılaşdırmasının tək səbəbkarı və banisi müəllifi Azərbaycandır. Azərbaycanın güclü ordusudur. Azərbaycanın o dəmir yumruğudur. Paşinyan həmin Paşinyandır ki, məhz hakimiyyətə gələn kimi birisi dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Nə oldu? Paşinyan həmin Paşinyandır ki, məhz elə 2022-ci ildə Praqada getdi, görüşdə razılaşdıq ki, ərazi bütövlüyünün suverenliyini biz qəbul edirik Azərbaycanın. Hətta Almatı deklarasiyasına, bəyannaməsinə uyğun olaraq münasibətdə qurulmalıdır. Üstündən 5-6 keçəndən sonra biz 2023-cü ilin sentyabrında götürdü separatçı rejimə məktub göndərdi və onu təbrik etdi, müstəqilliyini təbrik etdi. Yəni sən həm bir tərəfdən deyirsən Azərbaycan ərazi bütövlüyünü qəbul edirəm, Suriyenin qəbulünün digər tərəfdən orada yaratdığın bir işğalçı rejimi sən təbrik edirsən. Yəni Azərbaycan 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı aparandan sonra o qondurma, o kukla rejimi orada məhv oldu getdi. Yəni ona görə də bugün Paşinyanın bütün istəyi odur ki, sülh deməli görüntüsü yaratsın, faktiki olaraq silahlanmanı, o militarizasiya siyasətini gücləndirsin və əlbəttə ki, ictimaiyyətdə nə qədər o desək ki, hə, biz revanşist fikirdə deyilik, nə bilim, qısa salmaq istəmirik, amma aparılan təhlillər və real fakta onu göstərir ki, bugün Ermənistan ictimaiyyətində təəssüf olsun ki, hələ də bu ideyadan, bu xüllə yaşayanlar var. Eyni zamanda Paşinyan hakimiyyətində də, Paşinyanın rəhbəriyyəti partiyanın üzvlərində də açıq olmasa da qeyri-rəsmi şəkildə onlara dəstək verənlər var. Söhbət burada erməni təxəyyülündən, erməni yanaşmasından və
bunların uzun müddət tutulduğu miyadsum xəstəliyindən gedir. Miyadsum xəstəliyin də artıq biz çarəsini sağalmaz yara kimi. Bəli. Onu biz məhv elədik və bu separatizmə son qoyduğu öz ölkəmizdə, amma Ermənistan cəmiyyətində bu hələ də var. Biz bunu bilməliyik. Ona görə də hər bir ssenariyə hazır olmalıyıq. Ona görə Azərbaycan dövləti, Müzəffər Başkomandan dəfələr çıxışda deyib ki, biz hərbi qüdrətimizi artırmalıyıq. Biz təhlükəsizliyimizlə bağlı bundan sonra da digər lazım olan layihələrə təbii ki, dəstək verməli və verəcək də. O vaxta qədər ki, əmin olaq ki, Ermənistan bizim üçün təhlükə törətmir. Amma indiki halda həm Ermənistanın mövcud konstitusiyası, hansı ki, orada Azərbaycan ərazilərinə deməli, iddialar var. Həm Ermənistanın hazırki siyasəti, həm də bütövlükdə regionda yaranmış hazırki geosiyasi vəziyyət. Ona görə də mən düşünürəm ki, Paşinyanın bu cür səfərləri yalnız və yalnız həm özünün, belə deyək, siyasi maraqlarını qorumaq, partiyasının maraqlarını qorumaq, növbəti seçkidə qalib gəlmək istəyini daha da artırmaq, yəni real imkanlarını artırmaq, eyni zamanda hərbiləşmə, silah deməli, sövdələşməsi və digər məsələlərlə bağlı müəyyən addımlar atmaqdır və əlbəttə bunlar Azərbaycan tərəfindən dəfələrlə qeyd olunubdur. Biz bütün prosesi yaxından izləyirik, amma bir şey həqiqətdir ki, belə hal davam edərsə, əlbəttə yəni, yeni risklərin ortaya çıxacağına və Cənab Prezident dediyi kimi Ermənistan ərazisinin harda olmasına asılı olmayaraq istənilən təhdid yarada biləcək obyektlərin yaxud da nöqtələrin məhv edilməsinə gətirib çıxaracaq. Bu da əlbəttə ki, Ermənistan üçün növbəti bir fəlakət deməkdir. Azam müəllim, son olaraq artıq 2025-ci ilə qədəm qoymuşuq. Paşinyan bu dövrdə sülhə gedəcəkmi? Zəngəzur dəhlizi açılacaqmı, yoxsa hələ proseslər qalma ehtimalı var? Mən sizin sualınıza qismən cavab verdim ki, Paşinyanın atdığı addımlarla onun verdiyi bəyanatlarla atdığı addımlar bir-birinə ziddir. Misallar da dedim. Əsas məsələ Zəngəzur dəhlizinin açılmasına bağlı. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, bu bilirsiniz, artıq bu hal-hazırda bilirsiniz ki, orta koridor, orta dəhlizlə bağlı Azərbaycan, Çin, Orta Asiya, Türkiyə və Avropa arasında müəyyən anlaşma var. Orta dəhlizin gücü və onun perspektivi artdıqca, ona olan cəlbedicilik daha da çoxaldıqca Zəngəzur dəhlizinin açılma ehtimalı daha da artır. Təbii ki, burada bunun Ermənistanın iradəsindən daha çox bəzi regional güclərin iradəsi nəzərə alınacaq. Və mənə belə gəlir ki, indiki vəziyyətdə Azərbaycan apardığı siyasət budur ki, bunun açılma ehtimalı hər keçən il yaxud da ay daha da güclənir. Amma konkret tarix vermək biraz çətindir. Baxmayın ki, Ermənistan dəfələrlə deyib ki, biz hazırıq, biz keçidi, Azərbaycanın açılmasına keçidi, yəni Zəngəzur dəhlizi üzərindən keçidi təmin etməyə hazırıq, təhlükəsizlik və suverenlik məsələsi ondan üçün önəmlidir. Amma biz burada qeyd etmişdik ki, biz Ermənistanın suverenliyini yaxud da konstitusiyasını pozma fikrimiz yoxdur. Bizim istəyimiz odur ki, Azərbaycandan Naxçıvana keçid maneəsiz olmalıdır. Hər hansı bir yoxlanış yaxud da xüsusi belə də təhlükəsizliyimizə təhdid yarada biləcək hal olmamalıdır. Təbii ki, o rejimi danışmaq, onlar bu artıq danışılan predmetidir və bu məsələ özəlini tapmalıdır. Hələ ki, biz məsələni bu cür qoymuşuq və mən düşünürəm ki, danışıqlar prosesindən bu ayrılsa da, yəni sülh müqaviləsindən biz Zəngəzur dəhlizini çıxartdıq. Çünki bu başqa bir trekdə, başqa bir danışıqlar masasında olan mövzudur və burada əlbəttə ki, yenidən geosiyasi vəziyyətlə, geosiyasi durum nəzərə alınmaqla, hadisələrin inkişafı bundan sonra necə gedəcək, onlar da təbii ki, nəzərə alınmaqla mən deyirəm ki, bu il üçün bunun açılması o qədər də real göstərmir, amma bu il bunun üçün müəyyən addımlar atıla bilər, ciddi bunun üçün təməl qoyula bilər, müəyyən anlaşmalar yaxud da müəyyən ümumi razılaşmalar ola bilər. Necə ki, biz artıq bir delimitasiyanın demarkasiya komissiyası 2 tərəfli qaydada işləyir. Artıq müəyyən nəticələr var. Bizim 4 kəndimiz geri qaytarıldı. İndi yerdə olan 4 anklav kənddən söhbət gedir. Ərazilərin demək olar ki, müəyyən mənada müəyyənləşməsi söhbət gedir. Yəni bunları indidən, yəni bu elə bir məsələdir ki, çox dəqiq proqnoza yatan məsələlər deyil. Çünki qarşı tərəf zaman göstərəcək proses. Ermənistan o qədər o qeyri-müəyyən bir rejimdir ki, qeyri-müəyyən siyasət aparır. Bu gün belə deyil, sabah başqa tamamilə. Sözün əməli üstə düşmür. Əməli üstə düşməyən bir rejimlə, yaxud da bir ölkənin verəcəyi qərarla proqnoz vermək çox çətindir. İndi mən bunu
belə görürəm ki, yaxın aylarda bu istiqamətdə yaxşı mənada Azərbaycanın baskısı artacaqdır. Və yenə deyirəm, həm də bu Biden, daha doğrusu Trump hakimiyyətinin Cənubi Qafqaza siyasətinin fragmentlərindən, ya da komponentlərindən çox asılı olacaqdır. Ümumiyyətlə, Amerikanın bugün Cənubi Qafqaza siyasəti necə olacaq? Nə qədər Cənubi Qafqaz bugün Amerikanın xarici siyasətində prioritet olmasa da, heç olmasa 4-cü, 5-ci yerdə olub-olmayacaq. Bu da çox önəmlidir. Amma hər halda nəzərə alsaq ki, bugün Qərbin, Avropa İttifaqının və Amerikanın keçmiş ən azı hakimiyyətinin Ermənistandan möhkəmlənmə yaxud da orada yerləşmə siyasəti var. Xüsusilə o sonuncu bu ilin yanvarında imzalanan ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanı nəzərə alaraq ona yanaşmalıyıq. Yəni bu xartiyanın müddəaları necə icra olunacaq? Bu çox önəmlidir. Bir də birisi də bu keçən ilin aprel ayında ABŞ, Avropa İttifaqı və Ermənistan üçlüyünün bir forumu keçirildi. Orada da bir çox məsələlər, o cümlədən nəqliyyat deməli məsələlərlə bağlı müəyyən kommunikasiyalarla bağlı müəyyən müddəalar var. Yəni bunların hamısını biz komple yanaşırıq. Rusiyanın burada mövqeyi bəllidir. İranın da mövqeyi bəllidir. Çox maraqlıdır ki, burada Rusiyanın İranın mövqeyi üstə düşmür. İranın hələ ki bu məsələ ilə bağlı müəyyən müqaviməti var, amma bu da çox önəmlidir. Çünki əgər ümumi razılıq olandan sonra bu məsələlər özlərini tapacaq. Biz heç yerə tələsmirik. Biz bundan bağlı səbirli, təmkinli siyasətimiz var. Amma mövqeyimizi də dəfələrlə deyirik və sonunda isə əlbəttə ki, mən əminəm ki, bu açılacaqdır. Ona 100% buna şübhəmiz olmasın, Zəngəzur dəhlizi açılacaqdır. Amma zamanlama məsələsini dediyim kimi hələ ki dəqiqləşdirmək mümkün deyil. Amma yaxın bir ildə mən belə ki, daha geniş perspektivləri biz gözləyirik və yəqin ki, bunda şahid olacaq. Azər müəllim, təşəkkür edirik. Dəyərli vaxtınızı ayırdınız, studiyamıza gəldiniz, suallarımız ətrafında dolğun məlumat verdiniz. Minnətdarıq sizə. Sağ olun, mən sizə təşəkkür edirəm. Mən bu arada bir daha tamaşaçılarımızın diqqətinə çatdırım ki, bugünkü verilişimizin mövzusu Azərbaycan-Rusiya arasında son günlər yaranan gərginlik, Avropa Şurasının Azərbaycana qarşı qətnamələrindən və digər bu kimi məsələlər həsr olmuşdu. Elə bununla bağlı studiyamızın qonağı var idi. Qonağımız Milli Məclisin deputatı Azay Quliyev bizimlə birgə idi. Bizdən isə bu qədər. Sağ olun, salamat qalın.